Artıq 2 gündür ki, biz Ordubadda və Naxçıvanda Qərbi Azərbaycana qayıdış 3-cü festival konqresdə iştirak edirik. Qeyd etmək istəyərdim ki, bu tədbirdə iştirak əlbəttə bizim üçün çox böyük şərəfdir. Çünki belə konqreslərin keçirilməsi, Qərbi Azərbaycana qayıdış mövzusunun böyük bir tədbirə, onunla bağlı böyük bir tədbirin keçirilməsi əlbəttə son dərəcə vacib, faydalıdır. İlk növbədə qeyd etmək istəyərdim ki, bu festival konqres çox yüksək səviyyədə təşkil olunmuşdur. Burada Azərbaycanın həm dövlət rəsmiləri, millət vəkilləri, rektorlar, müxtəlif elmi tədqiqat institutların, universitetlərin nümayəndələri, alimlər, tarixçilər, filoloqlar, bir sözlə bir sıra deməli ziyalı insanlar iştirak edib və festival konqres boyunca biz bir sıra maraqlı çıxışlar dinləmişik, panellərdə iştirak eləmişik. Əlbəttə Ordubad şəhərində keçirilən açılış mərasimi də çox möhtəşəm oldu. Bir tarixi şəhər kimi Ordubadın qədim tarixi var və şübhəsiz ki, orada da təşkil olunan bütün mərasimlər, dekorativ tətbiqi sənət nümunələrinin təqdim olunması, milli kulinariya nümunələrinin təqdim olunması və həm də festival konqresinin möhtəşəm açılışı bizə çox böyük təsir göstərdi.